Hörmətli gənclər, Azərbaycan hal-hazırda öz inkişafının çox vacib bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra çox böyük bərpa və yenidən qurma işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, ora həyatın qayıtması, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün ən vacib amil insan amilidir. İstedadlı və bacarıqlı insanların Azərbaycanda idarə etməyə cəlb edilməsi, düşünürəm ki, ölkəmizin qarşısında duran vacib vəzifələrin həllində önəmli rol oynayır. Bu baxımdan ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş yüksəliş müsabiqəsi Azərbaycan gənclərinə çox geniş imkanlar və fürsətlər açır. Hal-hazırda ikinci yüksəliş müsabiqəsinin elanı verilmişdir. Xüsusilə Azərbaycan təhsil sistemində işləyən müəllimlərimiz, gənc mütəxəssislər, ali təhsil müəssisələrində və elm müəssisələrində çalışan tədqiqatçılarımız öz təhsilini xaricdə başa vurmuş və ya hal-hazırda xaricdə təhsil alan gənc mütəxəssislərimiz üçün Azərbaycanın inkişafına töhfə vermək baxımından ikinci yüksəliş müsabiqəsi olduqca önəmli bir fürsətdir. Sizin hər birinizi bu fürsətdən istifadə etməyə, bu müsabiqədə iştirak etməyə çağırıram. Sizi ikinci yüksəliş müsabiqəsində iştirak etməyə dəvət edirəm. Yüksəliş sizinlə davam edir.